Baxarıq. Yəni bunu keçin baxaq. Aha. Mövzumuz nədir? Mövzumuz dashboarddur. Dashboard nədir? Və bu dashboardun növləri var. Sahibkar üçün olan var, istifadəçi üçün olan var. Biz indi restoran dashboarduna baxacağıq nümunə olaraq və bu sahibkar üçündür. Baxın, dashboardda full UX işləyir. Yəni burada xüsusi bir UI nümunəsi yoxdur. Yəni burada biz ancaq UI-da kontrasta önəm verəcəyik ki, burada biz ancaq statistika göstəririk, rəqəmlər göstəririk ki, onların oxunaqlı olmağına önəm veririk. Ona görə yalnız ağ-qara, bir də bir neçə ton rəngdən istifadə edirik. Yəni bu tip təmiz UI-dan istifadə edirik ki, bütün göstərilən rəqəmlər, bütün analizlər hamısı orada görünsün. Biz dashboardu keçəndə digər qruplarla minimum 2 gün biz analizə vaxt xərcləyirik ki, bu sahibkar bizdən dashboard istəyirsə restoran üçün nə görməlidir? Və biz burada düşünürük ki, sahibkar nəyə nəzarət edir? Restoran özünə nəzarət edir, işçilərə nəzarət edir, kassasına, masaların nə qədər işləməsinə, anbarına nəzarət edir və biz oradan nümunələri bir-bir ortaya çıxarırıq. Və onu biz dizaynı necə göstərəcəyimizi orada düşünürük və onu dizayn eləməyə başlayırıq. Sahibkar nəyi görəcək? İlk öncə restoran üçündürsə, təbii ki, o nə qədər işlədiyini görməlidir. Bilmirəm, bəlkə də restoranda olanda görmüsünüz, hər ofisiant gedir, orada kodlar var, hər masanın öz kodu var. Məsələn, gedir, kodunu yazır, masa məsələn 15 yazır və sifarişləri vurur. O promo sistemi yüklənir və sən dashboardu açanda kompüterdən və ya telefondan, oradan sən masaları seçib nə qədər işlədiyinə də baxa bilirsən, total şeyə də baxa bilirsən ki, ümumi restoran nə qədər işləyib. Məsəl üçün, burada göstərir, məsələn 28766 və burada gəlir və çıxarlarını da göstərib və aylara görə də burada siz burada monthly-ni dəyişib günlük, illik və ya aylıq, həftəlik eləyə bilərsiniz. Nə qədər işlədiyini göstərib. Sol tərəfdə həmin məbləğ şkalası var, sağ tərəfdə də, daha doğrusu aşağıda da aylara görə bölünüb. Və burada orderlar, sifarişlər, müştərilər və belə deyim də, həmin o müqayisəni göstərir. Aşağıda ən çox işləyən filiallar, məsələn, Downtown-da 12480 işləyib, Riverside məsələn 9860 işləyib falan. Buradan klikləyib türklər demiş təfərrüatlara, xırdalığlara baxa bilirsən. Bu dashboardun home hissəsi. Burada biz security kameralar qoymuşuq. Sadəcə burada donurdu deyə tələbə bunları həmin security kameraları buradan çıxarıb, indi burada göstərəcəm sizə, klikləyəndə ki, burada security kameraları var. Aha, bunun home hissəsi, sol tərəfdəki sidebar var, oradan hərəsindən kiçik-kiçik nümunələr qoyub. Ümumi home-a girəndə hamısından birazca ümumi məlumatları alsın. Əgər xırdalığına getməksə, soldan sidebardan klikləsin, ətraflı baxsın. Məsələn, orderlara klikləyirik. Baxın, burada günlük orderlar var. Məsəl üçün, burada yazıb, saatını yazıb, sifarişin adını yazıb, məbləğini yazıb və statusunu göstərir ki, hal-hazırda hazırlanır, ləğv olunub, hazırdır bu tip. Burada tarixlərə və saatlara görə verilən sifarişləri də göstərir. Sən hamısına bir-bir baxa bilərsən. Burada tarixi seçə bilirsən günlük, aylıq olaraq. Məsələn, gəlirsən soldan security kameraya baxırsan. Burada sənin mətbəxin ola bilər, zalın ola bilər, anbarın ola bilər. Bütün hamısına bir-bir nə qədər ki restoranda kamera var, hamısına baxa bilirsən. Seçib buradan, əslində burada şey olmalı deyil, mikrofon. Səsini alıb verə bilirsən, bir də opşi böyüdüb həmin yerə baxa bilirsən. Staff detaillər var burada. Klikləyirik, işçilərin hal-hazırdakı məlumatları. Baxın, yuxarıda yazılıb Kitchen Service Delivery Management. Məsəl üçün, Head Chef var burada, John Smith. 9-dan 6-ya iş saatıdır və hal-hazırda aktivdir, yəni işlədir. Maria Lopez var, 9-un 10-un yarısından, daha doğrusu 5-in yarısına, yox, 7-in yarısına kimi işlədi və hal-hazırda iş saatıdır və bu işlədi, amma on break, yəni şeydədir, breakdədir, istirahətdə, abeddə ola bilər, çayda ola bilər və burada məsəl üçün Liam var, bu absent, yəni yoxdur, hal-hazırda işdə deyil. Sonra buradan başlıqlara bölüb kitchen var, servis var,
Məsələn, delivery, çatdırılma var, management var, məsələn, general manager var, məsələn, işləyir, məsələn, on breakdə olan supervisor var, sonra nə var? Məsələn, marketing lead var burada, yoxdur işdə. Məsələn, buradan işçiləri nəzarət edə bilirsən, buradan klikləyərək baxa bilirsən ki, məsələn, delivery, management və ya kitchen hardadır, nə iş görür. Ümumi axtarış hissəsi qoymuşuq. Soldakı sidebardan nəsə yazıb axtara bilərsiniz. Mesajlarımız var burada, bir də bildirişlərimiz var. Bu əslində mesajlar necə olur? Bunu biz birinci fikirləşmişdik ki, işçilər də bura qoşulsun. Nəsə bir şey olanda buradan bir-birləri ilə və ya da restoran sahibi ilə əlaqə saxlasın. Sonra deyir ki, işçilər bunu buradakı orderları, staff detailləri falan görməli deyil. Görməli deyil. Ona görə bunu ləğv eləyəcəyik mesaj hissəsini. Bir də burada bildirişlər var. Məsələn, biz burada təyin eləyəcəyik ki, limit təyin eləyəcəyik ambarda. Tutalım ki, bizim 500 kiloqram kartofumuz var. Bu 5 kiloqrama düşəndə bizə artıq bildiriş gələcək ki, məsələn, filan məhsulun stoku bitir. Onu yeniləmək lazımdır. Baxın burada bunu var hansı işləm. Bir də biznes metrikaya qədər buradan klikləyək. Aha. Baxın burada bizim şey var, ambarımızda olan produktlar və adları, ədədləri kilo ilə və yaxud stokda olub olmadığını, bir də son yenilənmə tarixi. Məsələn, baxıb, məsələn, toyuq filesidir, kateqoriya olaraq ətdir, 25 kiloqramdır, stokda var, son yenilənmə tarixi oktyabrın, məsələn üçün 2019-udur. Baxın, burada məhsullar var ki, onların bitmə tarixi də olur. Məsələn, elə məhsul var ki, məsələn, 1 ay maksimum saxlaya bilərsən. Görürsən ki, 1 ay ərzində. Orada biraz qəlizli məsələ. Çünki gərək sən sistemə bir-bir işləyəsən ki, məsələn, kartof 1 ay qala bilər, nə bilim, su filan qədər qala bilər. Onları bir-bir qeyd eləməlisən. O da ki, məsələn, sənin ambar şəraitindən də asılı ola bilər. Ola bilər ki, sənin ambarında nəm çoxdur və məhsul tez xarab olur. Amma sən ora normal olaraq əti 1 ay məsəl üçün yazmısan, o daha tez xarab olur da. Orada biraz qarışıqlığı var deyə onu ancaq sahibkar öz ağlında tuta bilər. Yəni biraz əziyyət işləsən, hə, onu eləmək olar. Amma belə ən sadə formada bu yaxşıdır ki, neçə kiloqram qalıb ambarda və nə qədər stoku var da. Aha. İndi burada bunu nəyə görə eləyirik? Biz dediyimiz kimi ola bilər ki, ambarda satılma yeyinti ola bilər bunun qarşısını almaq üçün. Mən nümunə göstərmişdim ki, siz gedib hansısa bir mağazadan çəki ilə nəsə alanda onun tərəziyə qoyub kodunu yazırlar və sağ tərəfdən çek çıxır ki, filan qədər məbləğ, filan qədər çəkidə məsələn şokolad çəkildi, nə bilim alma çəkildi. Bizdə də ambara, restoran ambarına daxil olanda buradakı mağazadakı tərəzidən deyil. Orada sistemə bağlı olur. Məsəl üçün gətirirlər 500 kilo şeydir, kartofdur məsəl üçün. Gətirirlər, qoyurlar tərəziyə və kodunu yazırlar. Sistemə oturur ki, 500 kiloqram məsələn kartof ambara girdi. Və hər dəfə oradakı aşpazlar ambardan nəsə çıxaranda qoyurlar tərəziyə, kodunu yazırlar və oradan çek çıxır və sistemdən məsələn həmin tərəzidə olduğu çəki qədər silinmə olur ki, məsəl üçün 25 kiloqram çıxdı, kartof çıxdı. Və sistemdən də baxa bilirsən ki, sənin nə qədər çəki, nə qədər kartofun, nə qədər produktun qalıb. Və bunun da ola bilər ki, deyə bilərsiniz, çıxaranda kassaya vurma, daha doğrusu tərəziyə vurmaq. Ona görə də security kameraları qoyuruq ki, baxırsan ki, tərəziyə nəsə vurulmayıb, amma ambarda bitir. Başlayırsan baxmağa ki, məsələn, hər ət xaladenik ayrıdır, tərəvəzlərinki ayrıdır, hamısını ayrı-ayrı addellərə yığırlar. Məsələn, görürsən ki, kartofda nəsə kəsir var, çatışmır. Oran kamerasını açsan, başlayırsan baxmağa ki, burada nə qədər çıxır və baxırsan o vurulub mu tərəziyə, yox. Məsələn, onun qarşısını almaq üçün də ona görə biz security kameranı qoyuruq. Yəni, ümumi fikirləşməyə ki, sahibkar nəyi görməlidir? Baxın, kassanı görməlidir, stolları görməlidir. Məsəl üçün, mən başıma gəlib, ofisiant nə edir? Satır məhsulu, amma bəzi şeyləri vurmur, kassaya vurmur. Məsələn, baxırsan ki, sahibkar baxır ki, 15-ci stol dolu olub da. Məsələn, o durub, bu oturub, o müştəri gedib, bu gəlib və full dolu olub gün ərzində, amma 200 manat işləyib. Baxırsan ki, bu kameradan baxır ki, bunun yedikləri, bu müştərilərin gün ərzində yedikləri
çoxdur. Yəni 200 manatlıq nəsə yeməyiblər, daha çox yeyiblər. Deməli orada kassanı açsan ki, bəzi şeyləri şeyə vurmuyor. Nə idi? Kassaya vurmuyor, sistemə vurmuyor. Məsələn, onun da qarşısını almaq üçün security kamera, bir də o sistem nəzarətinə, stolların nə qədər işlədiyinə baxa bilirsən. Ümumi belə oturub fikirləşməlisən hər bir şey üçün. Məsələn, biz mən nəyi görməliyəm, nəyə nəzarət eləməliyəm? Yəqin ki, sifariş veriləndə, bunu sifariş edən insan özünün tələbləri deyəcək. Əlbəttə, hə. Tələbləri varsa onları deyəcək ki, mən nəyi görə bilərəm. Məsələn, absurd şeylər istəyə bilər. Məsələn, onu deyəcək ki, yox, elə şeylər olmaz. Yəni, ola bilər, elə sifarişi deyir, mən baxmaq istəyirəm ki, şeydir, məsələn, işçi hardadır falan. Deyirəm ki, saat qoşasan ona, GPS qoyasan ki, bu işçi. Son istifadə tarixinə bağlı, o lazımdır ki, məsələn, müəyyən tarix aralığı, necə deyərlər, təyin olunsun və işçiləri onu həmən zamanda bu bilirsiniz nədir last update? Axırıncı dəfə ambara chicken breast nə vaxt gəlib? Yəni, sırf nəzarəti ancaq o formada eləmək olar ki, məsələn, müəyyən bir vaxt aralığı qoysun. Tutalım, ətlər üçün bir həftədən bir yoxlanır. Sırf nəzarət üçün hər işçi də onu eləyəndə tapşırıq yerinə yetirildi ki. Ona görə sən ayrıca dashboard yığmalısan istifadəçi üçün ya da ambardar üçün ki, girsin bir-bir oxutsun malları, onu orada qeyd eləsin, xarabdır və yaxud az qalıb ya da ki, yaxşı vəziyyətdədir falan. Ambardar işləmişəm orada. Ona görə ambardar üçün ayrıca bir dashboard açmalısan. Aha, sonra məsəl üçün film saytı üçün yığa bilərsiniz, musiqi platforması üçün yığa bilərsiniz. Məsələn, mən musiqi platforması üçün danışmışdıq, ən rahatı musiqi platformasıdır. Çünki demək olar ki, hamı musiqiyə qulaq asır və təxmini musiqi dinləyəndə, məsələn, biz dizaynda pain point deyirik də, ağrı nöqtələr. Məsələn, o nədən tüklənmiş muzdarib olur, nədən əziyyət çəkir, hamı bilir ki, mən musiqi platforması, Spotify ola bilər, nə bilim, hər hansısa bir Apple Music ola bilər, YouTube Music ola bilər. Qoşulmuşsan, amma hansısa bir çətinliyin var da, deyirsən ki, kaş bu olsaydı, məsələn, Spotify-ın səhv eləmirəmsə, adi versiyasında 3 dənə dəyişə bilirsən, sonra nə gələcək ona qulaq asırsan. Məsələn, elə pain point-ləri falan özünüzə qeyd edib, öz məhsulunuzda həmin pain point-ləri aradan qaldırırsınız, daha yaxşı variantını öz məhsulunuzda yerləşdirirsiniz. Və çox insan deyir ki, məsələn, hər hansısa bir funksiyonallığı, hansısa bir proqramdan funksiyonallığı kopyalamaq düzgün deyil. Əksinə elə bir şey yoxdur. Baxın, UX-də davamlılıq var. UX-də davamlılıq nədir? Bir insan nəyə öyrəşibsə, o davamlılığı qorumalısan. Və məsəl üçün, öyrəşmişik necədir? Aha. Yeniliklər mən sizə ona da, o mən yadmasam bir dənə onu da deyəcəm. Baxın, məsəl üçün maşında otururuq. Maşında rol sağ ya da sol tərəfdə olur. Rul dairəvidir. Məsələn, skorus sağdadır, açarla kodlayan yer sağ rulun arxasındadır və lazımi şeylər həmişə rulun altında olur. Həm əzələ yaddaşı, göz yaddaşı, o deyir, sən hər dəfə eyni vərdişi, eyni hərəkət etsən, o vərdiş yaranır səndə. Və məsələn, Nissanın bir dənə maşın markası var, Nissanın bir dənə maşını var idi, səhvən Leaf olmalıydı adı. Bu, qabaq kapotun açılma hissəsini, sağ tərəfdə sərnişin var, sürücünün yanında oturan. O tərəfdən bir riçak var, belə dartırsan açılır. Və bir dənə avtobloger var, Azərbaycanlıdır. Oturub onu axtarır ki, bunun kapotu hardan açılır. Rahat bir yarım saat axtardı. Axırı videonu dayandırdı. Oturdular, axtardılar videoqrafla bir yerdə. Axırda tapdılar ki, sağ tərəfdə sərnişinin oturdu da, barda çox deyirlər, onun altına riçakı darsa açılır. Və çox məntiqsizdir. Ola bilər ki, sən yenilik gətirə bilərsən, amma bu UX-in davamlılığını pozur. Düşün ki, skorus hamı sağda öyrəşir və solda, nə bilim, yuxarıda falan elə bir yerdə qoymuşsa, davamlılığı pozur. Bu, insan nəyə öyrəşirsə, o davamlılığı gətirməlisən səndə. Yəni, kökdən bir şey dəyişən də, ya onu ancaq bizdə şirkətlər necə edir, məsələn, Emon falan necə edir, ya onu hər gün istifadə edir, yeritməlisən ki, bu belədir, bu belədir. Məsəl üçün, necə? İlk dəfə QR kodu Emon gətirdi, onlayn QR kodu, QR-la ödəniş. Və hamıya marketlərdə bezdirirlər ki, Emon istifadə edirsən, belə istifadə edirsən, QR kodu oxudursan, metrolara falan o gətirdi birinci. Neynədi vərdiş almaq üçün? Birinci və 10-cu gedişi pulsuz elədi. Birinci gediş nədir? Pulsuz getmək üçün adam şirinlikləşir, yükləyir və
Onu eləyəndən sonra 10-cu gedişə çatmaq üçün hər dəfə istifadə eləyir. 10-cu gedişi pulsuz gedir və onda vərdiş yaranır. Ya sıfırdan yeni bir şey yaradırsansa, onu istifadəçiyə əməlli başlı zorla tətbiq eləməlisən. Bu belədir. Ya da ki, o davamlılığı pozmamalısan. Məsəl üçün, Amazon saytını görmüsünüz də. Amazon, həsəb verəmsə, ya Amazon idi, ya AliExpress idi. Baxın, onun saytına girsək, demək olar çox bərbad vəziyyətdədir dizayn olaraq. Amma o yarandığı tarixdən hamının öyrəşdiyi sayt tipi odur. Və onun milyonlarla istifadəçisi var. Və hamı o vaxtdan bəri bu saytı rahat istifadə edə bilir. Yəni, necə, məsələn, 30 il əvvəldəki sayt istifadə qabiliyyətinə görə o sayt dizayn olunur və həmin istifadəçilər daimi olaraq onu istifadə edirlər. Bu, yenidən dəyişiklik eləyəndə gərək bu, məsələn, təzə gələn 3 milyon istifadəçiyə görə əvvəlki 90 milyon istifadəçini kənara atar. Məsələn, köklü dəyişiklik eləyir, məsələn, Amazon dizaynda qəşəng UI hazırlayır, göz oxşayan. Məsələn, 30 ildir bunu istifadə edən 90 milyon istifadəçi var. Bunun, məsələn, 45 milyona adaptasiya ola bilməyəcək. Keçəcək, nə bilim, AliExpress-ə keçəcək və ya hansısa birinə keçəcək, itirəcək bunu. Yəni, bunun qazanacağı nə olacaq? 3 milyon yeni istifadəçi. Yəni, sıfırdan Amazonla tanış olan şəxs onu rahat istifadə edə bilməyəcək. Aysa ora gələcəkdir. Amma böyük brendlər nə edir? Yeniləşməyə gedəndə, məsələn, hər gün saytda dəyişiklik edir. Hər gün rəngin tonunu biraz açır, kartları hər gün biraz böyüdür. Yəni ki, istifadəçinin gözü öyrəşsin. Məsələn, oyunlardan misal götürək. Məsələn, mən onlayn oyun oynayıram, mobil telefonda da. Hər gün xırda yeniləmələr gəlir. Məsələn, o xırda yeniləmələri çox tez öyrənirsən deyə, bir ay ərzində baxırsan ki, fərqində olmadan nə boyda şey dəyişib oyunun daxilində. Onu xırda eləyirlər ki, əvvəlki istifadəçi də qaçmasın və oyunda yenilik də olsun, insan sıxılmasın. Hər gün xırda funksiyonallıq, hər gün xırda bir yeniliyi gətirirlər. Məsələn, mən hər gün oyuna girəndə görürəm ki, təzə bir dənə personaj var orada. Məsələn, o məni xırda öyrədir. Məsələn, elədir. Bir müddət sonra girəndə görürsən ki, əməli başlı dəyişiklik var, amma daimi istifadə edən şəxs onu hiss eləmir. Yəni, böyük şirkətlər də köklü dəyişikliyə getmir, ancaq xırda dəyişikliklər, hər gün biraz, belə rəng tonları ilə, ölçülərlə biraz dəyişərək istifadəsini ona öyrədirlər. Məsələn, musiqi dashboardundan danışaq. Musiqi dashboardunda, məsəl üçün, hərənin bir istəyi var və biz çalışırıq ki, ümumi hər yaşda insana, hər zövqdə insana xitab edən bir şey çıxaraq. Məsəl üçün, mən musiqiyə qulaq asmıram, amma radio qulaq asmaq ötürü ürəyim gedir və istəyirəm ki, hər musiqi platformasında bir radio olsun, mən qulaq asım ona və hər dəfə maşında oturanda belə radionu qoşurlarsa şeylər. Sən öz zövqündən kənar, kimsə sənə şey seçir. Yox, musiqi yox, radioda nəyə qulaq asıram? Danışırlar. Olur ya, filan kəs zəng eləyir, nə bilim, sual verirlər, danışırlar, belə də. Elə şeylər qulaq asıram mən. Ümumi yolda da podkastda qulaq asıram, çox qəşəngdir. Yəni, mən elə xoşuma, musiqidənsə o mənə daha maraqlı gəlir. Məsələn, bu bir artıq bizdə, necə deyim, məqsədlərdən biridir. Nə? Radio sevən biri varsa və tək mən deyiləm məncə, əksər insan radio xoşdur, radioda elə şeylər qulaq asır. Məsələn, ora radio yerləşdirə bilərik. Məsələn, insanlar var ki, musiqini çöldə, bayırda, haradasa eşidir, tez-tez eşidir, mollarda, mağazalarda, amma adını bilmir. Və şazamı yoxdur, məsəl üçün. Nə edir bu? Bizim burada Discover hissəmiz olmalıdır, keşfiyyat hissəmiz olmalıdır. Və necə? YouTube-da yoxlayır, şazam yükləmir. Yəni, YouTube-da da yoxlaya bilər, trendlərə girib, ya da ki, bu platformada girib, trendlərə baxa bilər, Discover hissəsində keşfiyyata baxa bilər ki, bir dənə yenilik gətiririk ki, özü oxusun, oradan mahnını tapsın. Əslində, həqiqətən, musiqiyə elə bir şey demək olar ki, YouTube-da var mı? Həmin mahnı eşitdiyin yerdə, yəni qoysan, o eşidə o mahnı, ondan sonra topla sənin üçün həmin. Nə ola bilər, o funksiyonallığı gətirə bilər. Sonra nə edə bilərik? Discover hissəsi qoya bilərik. Sonra insan, məsələn, belə bir şey var ki, bunu amma çalışın ki, funksiyonallıq gətirəndə elə eləyin ki, insanların şəxsi mahrəmiyyətini pozmayaq. Məsəl üçün,
belə bir mən köhnə tələbəm vardı. Deyir ki, müəllim, burada bir-birlərinə dostluq atmaq falan olsun və yaxud kontaktında və yaxud mailində olan şəxslər bir-birini tapa bilsin. Məsələn, TikTokda necədir? Deyir, tanıyor ola biləcəyin kişilər. Bu da elə ola bilər ki, şeydir ki, tanıya biləcəyin kişilər məsafəyə görə yaxın məsafədə olan insanlar ola bilər, kontaktında olan insanlar ola bilər. Məsələn, o tip deyir təkliflər verək və bir-birlərini əd eləsinlər, əlavə eləsinlər. Okay. İndi ora gəlirəm ki, deyir məsələn dost oldular bunlar, bir-birlərini əd elədilər və deyir məsələn mən platformaya girəndə mən dostum nəyə qulaq asdığına bax görə bilim. Məsələn filan kəs filan mahnıya qulaq asır, şu an aktivdir falan. Deyirəm ki, deyirəm o amma necə? Mən onu deyirəm ki, yəni əgər bir yenilik gətirəndə onu elə eləməlisən ki, başqasının da şəxsi həyatına və yaxud da necə deyim, mahremiyyətinə, məxfiyyətinə müdaxilə eləməyəsən. Onu açsın o məsələsi. Şeydir, onu ayarlarına bağlamaq olsun. Elə insan var ki, öz məsələn bu kontakt var idi, o bilməm indi bilirsən. Hə. Aa, podkastlar falan olsun, live'lar olsun. Nə girəmsə görünə bilsin. Məsəl üçün şeydir, onu öz belə deyim, insan iradəsinə eləmək lazımdır. Məsələn, elə insan var ki, məsələn, bu kontaktdan misal göstərdim ki, bu kontakt işlədənlər istəsə öz playlistini, öz dinlədiyi musiqiləri başqalarına paylaşa bilir. Necə? Tam ki, Səbinə xanım bu kontaktı var. Mən Səbinə xanım profilinə girəndə orada musiqi hissəsinə baxanda onun bütün playlistinə əlavə elədiyi musiqilər görə bilərəm. Eləsi var ki, musiqi zövqünə güvənir, deyir ki, hə, görünsün. Məsələn, onu ayarlarına açıq qoya bilərsən. Sonra məsələn, onlayn olub olmadığını istəsə əgər, məsələn, Facebookda necə idi, onlayn açıb bağlamaq olurdu. Onun kimi əlavə edib və ya yəni açıb və ya bağlaya bilərdi. Məsələn, podkastlar olsun, məsələn, Spotify-da falan var, YouTube Music-də var ki, məsələn, bir insan da YouTube podkasta qulaq asmaq istəyir və yol gedəndə, məsələn, hamıda YouTube Premium deyil. YouTube Premiumda necədir? Qoşursan məsələn podkastı və çıxırsan YouTube-dan, o arxada oxuyur. Hər adamda o yoxdur deyə, məsələn, kimsə hansısa bir musiqi platformasına qulaq asmaq istəyir. Musiqi platformasında da elədir. Elədir. Mən arada qoyuram. Mən telefonda kanala qoşuram. Musiqilərə yox, amma sırf podkastlara qulaq asmaq. Məsələn, podkastlara qulaq asmaq istəyənlər ola bilər, radioya, yəni Discovery səsindən trend mahnılar. Məsələn, elə mahnı var ki, mən orada tapa bilirəm, amma hər yerdə eşidirəm, amma adını bilmirəm. Girib oradan tapa bilərəm. Aha. Bizim İndi biz bir dənə layihəni hazırlayanda bunun responsivini və mobilini düşünməliyik ki, bu necə olacaq. Baxın, siz veb-sayt nə üçündür? Girib onlayn, məsələn, kimsə işdədir, ofisdədir, girir, məsələn, həmin sayta, daxil olur öz dashboarduna, öz profilinə daxil olur və oradan istədiyi musiqini qoşur və yaxud nə bilim Discovery-a girir, Discovery-da oxudur və orada qarışıq oxutma deyir də, məsəl üçün, musiqilər qarışıq oxutsun. Yəni, bunun ilk dəfə qarşılaşdığı musiqilər də ola bilər orada. Və bunun responsivlə mobili necə olacaq? Hamının interneti olmaya bilər. Bu necə edəcəyik? Yükləmələr qoyacağıq ki, məsəl üçün, kimsə mobil tətbiq yükləsin və mobil tətbiqində onu görsün, yolda qulaq asa bilsin. Və bu tip şeylər eləməliyik. Yəni, bir veb-sayt çıxaranda düşünün ki, desktopdan çox responsiv mobil ölçülər daha çox istifadə olunur. Yəni, indi biz sizinlə bilmirəm Google Analytics keçmişik ya yox. Biz o biri qrupla Google Analytics-də baxırdıq ki, sayt qoşmuşduq bura. Biz saytımızı ora qoşmuşduq və görürdük ki, bizim saytımız desktopdan çox mobil telefonlarda istifadə olunur. Saytda, mobil telefona saytdan girir. Təbii ki, yəni bu normal bir şeydir. Çünki ən rahat şey mobil telefondur. Bütün gün yanımızdadır və əlimizdədir. Ən rahat oradan çata bilirik. Ona görə bunun responsivini də düşünməlisin ki, məsələn, saytı məsələn, amma responsivdə belə bir şey olacaq ki, responsiv demək olar ki, offline şəkildə işləməyəcək. Nəyə görə? Responsiv nədir? Bir veb saytın mobil və ya tablet ölçüsüdür. Veb saytda amma yığcam formada
telefon ekranı ölçüsündə. Məsələn, siz hansısa bir sayta girəndə telefona görürsünüz ki, yığcamdır. Amma desktopdan girəndə görürsünüz genişdir. Responsiv onun yığcam versiyasıdır. Yəni o veb saytın responsivi offline şəkildə, internetsiz şəkildə işləməyəcək. Nəyə görə? Məntiqlə fikirləşəndə bu adam həmin saytı yazıb girməlidir o sayta, elə deyil. İnternet olmayanda o sayta girə bilməyəcək. Və yox, daxil olunu bilməyə yox, əlavə o sayta daxil olmaq üçün bir internet lazımdır. Və bu adamın interneti yoxsa təbii olaraq bu sayta daxil ola bilməyəcək. Onun üçün nə edəcək? Məsələn, hər sayta girəndə, ən azından sayt sitəsinə və sayt görürük, mən bu saytın neçə də daxil olmuşam. Amma bunu offline formada eləsəm, onu izləmək yəqin ki, offline formada olmayacaq axı. Çünki internetin yoxdur sənin responsivdə. Gərək məsələn yazasan ki, greentable.com yazıb girməlisən. Onun üçün də internet lazımdır. Necə? Sol brauzerlə işləyir deyə internet olmayanda həmin responsivimiz boşa düşür. Biz nə edirik onda? Keçirik mobil tətbiqə. Məsələn, YouTube-da necədir? YouTube-un mobil tətbiqində internetin olmadığı YouTube-un mobil tətbiqinə girəndə internetin yoxdursa, promosiyanı yükləmələr hissəsinə atır. Yəni səni heç profil nə idi? Home hissədə falan dolaşdırıb vaxtı varmı? Girən kimi səni atır yüklənənlərə. Deyir, yəni yükləmisənsə, gir buradan qulaq as. Bizdə də məntiqi olaraq buradan yükləyirik. Əgər telefonumuzda da eyni maildən qeydiyyatdan keçmişiksə desktopdakı ilə, burada yüklədiyimiz avtomatik olaraq orada yüklənəcək. Bizim cloudumuza, yəni yaddaşımıza yüklənəcək. Oradan girib baxa istifadə eləyə biləcəyik. Və məsələn, film dashboardlarında, film saytlarında buna çox o cəhətdən boşluq verirlər. Məsələn, tələbələr var ki, deyir, müəllim, burada yükləmə funksiyası qoymuşam. Deyirəm, hə, lap yaxşı, necə olacaq? Deyir, yol gedəndə baxsın. Deyirəm, bəs bu sayta necə girəcək, interneti yoxdursa? Yəni, bu adamın o sayta girib ona baxacaq qədər interneti varsa, yükləmənin mənası yoxdur. Girib oradan onlayn baxacaq da. Deyir, necə? Deyirəm ki, sən bunu düzəldəndə mobil tətbiqi də fikirləş ki, burada saytda olmayan bəzi funksiyonallıqları mobil tətbiqdə yerləşdirəcək. Məsələn, yükləmə falan sayt üçün okey deyil. Yəni, ancaq responsiv, ancaq tətbiq üçün okeydir. Məsələn, musiqi dashboardunda biz nümunələr göstərdik. Bəli? Elə olacaq, amma responsivdə olmayacaq da bu. Ancaq mobil tətbiqdə olacaq. İndi responsivi keçməmişik deyə biraz şey gəlir, qəribə gələ bilir. Telefonunuza Figma-nı yükləyəcəksiniz və siz burada işlədikcə orada həmin anda şey olacaq, dəyişəcək. Məsələn, tutub rectangle və frame ora-bura dartanda telefon ekranda belə ora-bura gedəcək. Yox, onun çox böyük mənfisi, Figma-nın ən böyük mənfisi odur ki, tabletdən, planşetdən, telefondan işləyə bilmirsən, heç cürə. Ancaq kompüterdən. Bax, burada musiqi dashboardları var. Məsələn, buna baxaq. Nura Music. Neçə ay əvvəl editdik? 8 ay əvvəl. 8 ay əvvəl musiqi dashboardu keçib. Bir 8 ay əvvəl, 8 ay sonra da sizin işlərinizi qruplara göstərəcəm. Aha. Bunu bir dənə biz prezent eləyək. Baxaq buradan. Bax, məsəl üçün belə bir şey var. Spotify-da deyil, Apple Music idi. Sənin hər il sonunda statistikalı çıxarır. Hansı musiqilər qulaq asmışsan, nə qədər qulaq asmışsan, hansı stildə musiqilər qulaq asmışsan. Məsələn, o da maraqlı funksiyonallığı. Sən onu həftəlik və aylıq da çıxara bilərsən. Amma belə bir Melody adında musiqi dashboardu var. Və sol tərəfdə albümlərdir, artistlərdir, bunlar sənə aiddir, trendinglər var. Favorilərim var, sonra dinləyərəm deyə əlavə elədiyim var, radio var ən sevdiyim. Mənim musiqilərim var. Burada pop, rock, hip, burada şey eləyiblər, kateqoriyalara bölüb pop musiqilər falan. Burada trend olan musiqiləri göstərir ki, bunlar trend musiqilərdir. Və burada hal-hazırda ən çox dinlənilən musiqi nədirsə, burada banner, blending hissə kimi sənə göstərir və burada play-aya basanda bu oxuyur.
Oxuyan hissədə bax burada play barda olur. Baxın burada. Oxuyur. Buradan qarışıq oxutma və ya təkrar oxusun, çevirmə falan, səsi artırıb alma, belə bir şeylər var. Burada deyir ki, biraz bax burada Nuranın profili var, bildirişləri var. Burada yenilər var. Burada tez-tez dinlənənlər var. Ən çox dinlənən artistlər var və siz bunları follow eləyə bilirsiniz və bunların yeni musiqisi gələndə sizə buradan bildiriş gəlir. Belə. Və burada populyar mahnıların içində qulaq asdıqlarınızı buradan ya listinizə əlavə edirsiniz, ya da burada favorilərə əlavə edə bilirsiniz. Sonra nə var? Mən məsəl üçün təzə funksionallıqlar deyəndə, məsələn deyirəm ki, siz bir musiqi platforması çıxaranda onun gələcəyini də düşünün. Məsələn deyirəm ki, siz hansısa bir hayal kafesi ola bilər, nə bilim, sonra iTicket ola bilər ki, siz onlarla əməkdaşlıq edin ki, bizim istifadəçilər sizdən bilet alsın. Məsəl üçün mənim iş yoldaşım var, konsert biletlərinə indirim eləyə bilir, 20-25 baxır indi faizinə də. Məsələn, oranla əməkdaşdır deyə, oradan bilet alanda indirimdən ala bilir. Onun üçün nə lazımdır? Zaten öz xeyirlərini çox üst şəkildə qoyub satırlar və onlara 5%, 10% indirim çox da təsir eləməyəcək, amma istifadəçiyə xoş gələcək. Məsələn, Melody platformasıdır. Sən burada profilin var, buranın üzvüsən deyə. Məsələn, bildiriş gəlir sənə ki, tutan Bruno Mars gəlib Azərbaycana və onun biletinə sən 10% indirim əldə edirsən. Bu, məsəl üçün, mən o tip şeylər, məsələn, film saytlarında ola bilər ki, YouTube-da o gəlib funksiyonallıq öncəlik verirlər. Premium abunələrə, tutan sən bir kanalın abunəsisən və ona üzv olmuşsan. Abunəlik başqadır, üzvlük başqadır. Sən ona hər ay ödəniş edirsən. Bir YouTube ödəniş edirsən, bir də kanalın özünə ödəniş eləmək var. Və o sənə hamıdan əvvəl öncəlikli videonu göstərir. Məsələn, tutan ki, 3-cü gün yüklənəcəksə video, daha doğrusu hamı 3-cü gün görəcəksə, sən onu 2-ci gün görə bilirsən. Sənə bir öncəlik verir. Məsələn, və şeydir, məsələn, ola bilir ki, bəzi yayınlar var ki, sırf premium abunələrə, premium üzvlərə açıldı. Məsələn, girirsən, məsələn, elə şeylər var ki, kanallar var ki, canlı yayın açıb, podkast açıb, görürsən, podkast orada canlı şəkildə gedir. Amma klikləyəndə deyir ki, sən ora üzv olmalısan. Üzvlüyün qiyməti məsələn $3, $1 falandır. Ora baxmaq üçün. Filmlərdə falan da, film saytlarında da ola bilər belə şeylər. Məsələn, teaser, trailerını daha əvvəldən vermək, həmin şəxslər abunə olduğu insanlar. Məsələn, mən qabağıma çıxır, bax. Belə şeylər eləyə bilərsiniz, funksiyonallıqlar eləyə bilərsiniz. Ümumi olaraq təxmini sizə çatdı. Məsələn, dashboard yığanda nəyə fikir verməliyik? Full istifadəsi düşünürük. Sahibkardırsa əgər sahibkarı düşünürük, amma full istifadəsi üçün yığılırsa, otururuq bir istifadəçilə, ancaq istifadəsi üçün. Və burada nələr görməlidir? Mən yeni nə gətirə bilərəm? Məsələn, nəyə görə məni seçsinlər? Bir dənə sual verəsiniz ki, mən nəyə görə məni seçsinlər? Dashboard budur. Dashboard həqiqətən əgər yaxşı dashboarddursa, istifadəçinin loyallığını artırır. Loyallıq nədir? Markaya bağlılıq. Məsələn üçün, o, belə deyim də, səndən asılı vəziyyətdə olur. Məsələn üçün, onun kiçik bir nümunələr var ki, məsələn, sayta girəndə, bunu mən təklif eləmişdim tələbələrə, bilməmdir, baxsaq beşdə görərik. Deyir ki, sayta girirsən və sən bir pop-up çıxır. Deyir, bugün necəsən? Məsələn, deyir ki, yaxşı deyirəm. Yaxşı deyirəmdə nə edirik? Onun qabağına qəşəng mahnı, kəmlik yox. Daha yaxşı mahnılar, daha yaxşı şən mahnılar çıxarıb onun qabağına. Bu cür əhvalım necədir? Məsələn, əladır. Məsələn, onu həmişə sevərək qulaq asıb, ən çox qulaq asıb musiqilər falan çıxara bilərik. Yəni, kefi pisdirsə, nəsə bir ola bilər. Məsələn, sonra banklarda falan var. Girirsən, sağ üstə yazılır. Məsələn, Salam Pınar falan, belə fərdiləşmələr. Fərdiləşmələr həqiqətən istifadəçini şey eləyir, orada özəl hiss elətdirir. İnsanlarda var. Biri ona özəl hiss elətdirirsə, həqiqətən ona bağlı olur. Görürsən, məsələn, elə məsələn, Pınarda var ki, şeydir, məsələn, onu görəndə o deyir, onu bəyənir. Bu kiçik funksiyonallıqlar, fərdiləşmələr həqiqətən
istifadəçini saytda saxlayır. Məsələn, müraciət forması gəlir birbaşa, bunu açanda gəlir, yoxsa pop-up kimi ancaq olmaz? Hansı salam yoxsa? Hə, məsələn, üzərindən. Salam burada yazılır. Ya bu hissələrdə salam necəsən falan, salam xoş gördük falan. Amma o əhval söhbəti pop-up kimi gəlir ki, bu gün necəsən falan. Olur WhatsApp-dan falan mesajlar gəlir, Telegramdan bu gün necəsən falan. Mən ən çox soruşum, Natanın özüdür, sağlıqdır. Bugün özünü necə hiss edirsən? Hə, bu qəribə. Mənə mesaj gəlir ki, məsələn, abid eləmisən, belə qəribə. Baxıram ki, Natalya falan da adı. Ən çox qəlbimdə qalır. Belə, dərsi rekordumuzu da yandıraq. Kaydı durdur.